Öyrənən.net-dən hər salamlar. Mən Cəlilov bugün sizlərə Facebookda aktivasiya etməyi göstərəcəm. Yəni, bilirəm ki, çox adam baş çıxır, ancaq Facebooka yeni qoşulanlar üçün artıq həqiqətən yaranmış problemlərdən biridir bu. Onun üçün bunun videosunu çəkməyə qərar aldım. Nəysə, Mail.ru-dan və yaxud da Box.az-dan mail açırıq. Mən Mail.ru-dan açdım. Ondan sonra Facebooka daxil oluruq. Facebook.com. Buradan qeydiyyat oluruq. Məsəl üçün tutalım ki, nəysə yazırıq. Mail yerinə öz gözəl mailimi yazım. Parolumuzu qoyuruq. Yəni bunu siz öz formunuzu alacaqsınız. Sadəcə mən dolayı edirəm bunu. Üzgünüz. Alınmadı. Görək nə olacaq. Məsəl üçün özümə bir dənə açım. Görək açılacaq. Açıldı. Buradan siz məsəl üçün həmin e-mail indi məndə e-mail boşdur. Nəysə bu e-maildən parolunuzu yazsaz öz işlək e-mailinizdən buradan dostlarınız tapacaq. Mən hamısını geç eləyəcəm. İkinci burada istənilən şeyləri yazacaqsa sadəcə olaraq profilinizi göstərəcək. Elə böyük bir əhəmiyyəti yoxdur. Üçüncü də şəkildir. Şəkil əlavə etmək lazım olacaq. Mən onu demirəm. Çünki fake profildir. Mən istifadə eləməyəcəm bunu. Burada gördüyünüz kimi aktivasiya istəyir sizdən. E-postadan git edirik. Yəni buradan gitməyəcəm mən. Yəqin ki, indi e-postaya gələr, olmasa təzədən müraciət edərik. Vəsiyo. Buradan sadəcə olaraq, məsəl üçün Mail.ru-da xoşya giririk və Facebookun adını tapırıq. Yəni, yeni e-mail açmışsınızsa, onsuz da ən başda duracaq. Vəsiyo, hesabınızı onaylayın edirsiniz. Açılır. Gəl bir də bunu parolunuyıq. Nə oldu? Vəsiyo. Yəni, profil artıq hazırdır. Yəni, dərsimiz bu qədər idi. Sağ olun, salamat qalın.